Alam İctimai Nəzarət Təşkilatının bütün üzvləri hamısı salamlayıram. Bu svetoforu çəkməkdə Ağcabədi rayonu Hindar qəsəbəsində bir ildən artıqdır ki, vətəndaşlar dəfələrlə müraciət edib bizə. Bir ildir bax, bu svetoforun qoyulmağına yerli adi qurumlara dəfələrlə müraciət edib. Axır ki, sıravanları gətirib qoydular. Allah köməklər olsun. İcra nümayəndəmizin də çox köməyi dəydi. Yazılı surətdə müraciət elədi. Həmən bu svetofor qoyulan quruma. Özüm də dəfələrlə getmişəm. Bakıya da, Bakının müavininə də. Onu bir il çəkdi. İndi vətəndaşlar, buradan bizim 8 illik məktəbimiz var. Tələbələrin bura keçiş yeridir. Burada tələbələr burada təhlükə yaranırdı keçməyənə. İndi sərbəst şəkildə tələbələrimiz buradan keçir. Valideynləri təşəkkürünü bildirdi bizə, mənə, bir də icra nümayəndəsinə. Çox sağ olsunlar. Biz təşkilat olaraq çalışmalıyıq ki, yerlərdə olan problemi bax beləcənə həll edək. Biz ictimai nəzarət olaraq bizim işimiz budur. Çox sağ olsun kimin burada əməyi var. Allah kömək olsun. Biraz irəlidə bir kilometr yarımdan sonra birdən də radar qoyulacaq. Orada hər vaxt avariya olur. Allah qoysa o da qoyulanda çəkib göndərəcəm. Çox sağ olun, çox var. Hörmətlə İctimai Nəzarət Təşkilatının sədr müavini Şakir Mamedov.